Salam dostlar. Yenə də mən bu dəfə icra hakimiyyəti ilə dava eləmirəm, yolların dərdini çəkmirəm. Mənim bir proyektim burnum buzlanıb, qızarıb. Deməli, bir proyektə başlayıram dostlar. Bu mənim çoxdanki məqsədim idi. Prosto müəyyən bir məsələni gözləyirdim ki, həll olunsun. Proyektimə başlayayım, xeyriyyəçilik proyektimə başlayıram. Amma bu xeyriyyəçilik proyektində sizin iştirakınız vacibdir. Niyə görə? Çünki fiziki cəhətdən mən nə bacarıramsa onu eləyəcəm. Yığışdırmaq, təmizləmək. Amma elə şeylər var ki, belə deyək də mən təkəm. Maddi cəhətdən hər şeyə gücüm çatmayacaq. İndi bunu görəcəksiniz nə proyektdə. İnşallah ki, xanıma yardımcı olacaq. Xanım fiziki qüsurludur. Amma böyük ürəyə məxsus olan xanımdır. Xanımın evladı da var. Və böyük xahişim olacaq indi sizdən. Nəyə görə xahişdir, lazım? Xahişim odur ki, xanımı qınamayaq. Belə deyək də, bir insan həyatında hansısa nöqtəyə gəlib çata bilir ki, o nöqtədən ona çıxmaq çox çətin olur. Bu xanım o nöqtəyə gəlib çatıb, insanlar ətrafda onu qınayırlar. Çox qınayırlar və mənə müraciət etdilər. Mən qınamağı sevmirəm. Mən insana kömək eləməyi sevirəm. Və düşünürəm ki, qınamağı hər kəs bacarır. İnsanı alçaltmağı hər kəs bacarır. Amma ki, onu o nöqtədən, belə deyək də, ən aşağı nöqtədən çıxartmağa hər insanın kişiliyi çatmaz. Hər insanın, nə bilim, gücü də çatmır. Ona görə bu məsələyə mən qarışdım. Çox istəyirəm ki, biz o xanıma kömək edək və şərtim oldu o xanıma. Əgər biz bu işə başlayırıqsa, bundan sonra nə çətinlik olur olsun, o bu vəziyyətə nə evini, nə özünü daha salmasın. Və bu böyük xahişim odur ki, xahiş edirəm, videonu mən qoyandan sonra heç kəs o xanımı qınamasın. Köməyinizə ehtiyacımız var maddi cəhətdən. Maddi cəhətdən mən özüm də kömək edəcəm. Yenə də deyirəm, fiziki cəhətdən oranı yığışdırmağa mən yığışdıracağım. Adam çağırmayacağım, çünki o mənim niyyətim idi. Amma sizin maddi cəhətdən niyə görə köməyiniz lazım olacaq? Evində niyə görə maddi cəhətdən kömək lazım olacaq? Çünki dəyişikliklərə ehtiyac çoxdur. O xanımın evində heç su da yoxdur. Su trubaları da yoxdur, su trubaları partlayıb. Heç nə yoxdur. Hamamı, özünüz hər şeyi görəcəksiniz. Və qınamayaq, bacaraq kömək eləyək. Öz kartımı qoyacağım. Niyə görə? Çünki hər şeyi nəzarət eləyəcəm. Hər o karta daxil olan manat, kimin nəyə imkanı çatsa, xahiş edirəm köməklik eləyin. Hər daxil olan manat mən sizə atçot verəcəm ki, hara gedib, hara xərclənib. O həyətdən zibilləri yığışdırmağa mənə işçi qüvvəsi lazım olacaq. Çünki mən qadın olaraq mənim ona gücüm çatmayacaq. Mənim ona fiziki cəhətdən gücüm çatmayacaq. Çünki orada çoxlu zibil var. Onları çıxartmalıyıq. Sonra yenə də deyirəm, o xanımın evinə su xətti çəkməliyik. Suyu yoxdur xanımın. Belə deyək də, peç, çox şeyini özünüz görəcəksiniz. Ona görə yenə də deyirəm, fiziki nə şeylər varsa hamısını özüm görəcəm. Evin təmizliyini mən özüm görəcəm. Hər şeydə sizə videoda hər gün atçot olacaq. Hər kəsin 1 manatı, kim nə manat göndəribsə, hamısının altında adı yazacağım ki, filan kəs bu manatı göndərdi. Məbləğ yığılanda atçot, çeklə qarışıq göstərəcəm ki, bunu buna xərcləmişəm. Tak, başlayayım həyətdən. Я все буду снимать.
Tak dostlar, biraz telefonumu zaryatka yığıb, inanırsınız, biraz sizi çalışıram görsədim. Bu hissi də mən belə təmizləyə bilməyəcəm hələ ki. Burada pautinalar var da, tor var. Onları siləcəm. Yəni gördüyüm işləri sizə göstərmək istəyirəm. Bu tor, bilmirəm, aha, belə görünür. Və bu torları, zatları divardan süpürmək lazımdır. Süpürəcəm, heç. Sonra keçəcəm pəncərəyə. Bu hindiki hal. Bura salfetkalar doldurmuşam. Niyə görə? Çünki o salfetkaya hopacaqdı. Çirk və toz, paraşok toz eləmişəm. Təmizləyici, paraşok toz. Bunlar hamısı hopmalıdır ki, indi başlayacağım yığışdırmağa. Prosta gördüyüm işi, bunları çəkə bilməyəcəm sizə. Yenə deyirəm, telefonumun zaryadkası azdır. Güc bala ilə zaryadkaya qoyuram ki, sizə gördüyüm işlərin nəticəsini görsədim. Hələ ki görəcəyim işini görsədim. Sonra da axırda nəticəni göstərəcəm. Hələ ki boraba belədir. Sonra bu divanı çıxartmalıyam buradan. Mən balaca olduğumdan gücüm çatmır, bunu çıxardım. Ona görə bunu sındırıb çıxardacağım. Tak dostlar, indi mən уже çəkməyəcəm videonu. Niyə görə başa salım sizə? Biz qaynar suyu pola tökəcəyik. Özünüz görürsünüz, hələ kanal təmizlik var. Qaynar suyu pola tökəcəyəm. Və nə edəcəm? Təmizləyici vasitələri bunların üzərinə tökəcəm ki, bunlar qopsun yerdən. Bu çirk hamısı çirkab qopsun. Ona görə də hələ ki mən videonu dayandırıram, yəni olan videoları görürsünüz. Sonra artıq yenə də sürətli video ilə göstərəcəm nə etdim. Hələ ki buranı qaynar su ilə tökəcəm. Yenə də deyirəm, yuyucu vasitələri tökürük bura. Və sonunda pəncərəyə də keçərik vaxtım olsa. Maşın belə. Yəni bilirsiniz də, indi gördüyüm işlər bunlar olacaq. Tak dostlar. Ümumi nəcislərdən silə bildik buranı. Bunlar hamısı kartonun yerləridir. Tak, nəcisləri mənə əsas vacib idi ki, nəcisi sildik. Və nə edirəm? Bunları hamısını yenə də abrabutka eləmişəm. Hissə və belə salfetkanı götürürəm. Ümumi bir əski-üskü ilə mən silmirəm. Mən adnarazı hər şeyi xoşlayıram. Burada təmizli olsun. Bax, buraları silmişəm. Hələ sonra bu şkafı da yığışdıracağım, ətdirəcəm. Prosta hissə göstədirəm. Bir günə hamısını yeyə bilmərəm. Bunlar hamısı yumuşalır. Yumuşaq yerləri, bax belə. Hamısını bircə silib polu təmiz edirik. Görürsünüz də, yapışan yerləri hamısını çıxardırıq. Və belə. Bunlar belə bircə hamısı təmizlənəcək. Yəni bu kvadratura hamısı bircə təmizlənəcək. Beləliklə dostlar, bu mənim təmizləyici vasitələrimdə hələ qoymuşam bura. Bu divan sabah inşallah çıxarılacaq. Bugün mənim onurğa sütunum məndən atqaz elədi. Çıxara bilmirəm hələ ki bu divanı, çünki gücüm qalmadı. Sabah nə edəcəm? Bu pəncərəni təmizləyəcəm, çünki buna vaxtım qalmadı. Təbii ki, divarlar yuyulmalıdır. Katalog yuyulmalıdır. Bu çıxarılmalıdır. Amma bugünə görülən iş heç də az olmadı. Baxın, görün. Artıq bizim döşəməmiz təmizdir. Onu tam təmiz demək olmaz. Amma ki, burada artıq rahat gezib iş görmək olar. Və belə, görürsünüz. Artıq qorxmuram ki, nəcisi ayağım batacaq. Heç nə yoxdur. Təbii ki, buranın finişində, son günündə mənə əsas məqsəd hələ ki bilirsiniz nədir? Xanımı uşağı ilə bura köçürtmək, işte bunları yatmaq yeri olsun. Onların heç döşəyi də yoxdur, kravatı da yoxdur. Yəni bizim görüləcək çox böyük işlərimiz var. Mən remont eləmirəm, yox, mən remont eləmirəm. Sadəcə təmizlik xanım üçün yaratmaq istəyirəm ki, uşağı ilə gəlib yata bilsin. Bizə İran peçi lazım olacaq. Yenə də deyirəm, o yığılan pullar bizə kömək eləyəcək ki, xanım üçün İran peçi alaq, kravat alaq, yorğan döşək alaq, şkaf, Allahın şkafı da yoxdur. Yəni təsəvvürünüzə gətirin. Yəni veşləri yığmağa, əşyalarını yığmağa şkaf yoxdur. Yəni böyük işlərimiz hələ qabaqdadır. Bugünə bu qədər. Sizə də çox sağ olun ki, dəstək olursunuz. Kim dəstək olur? Mənə də çox sağ olun ki, mən də dəstək oluram. Və belə, bu çıxacaq, sabahları görüşərik.